Mən ölümümlə tarix yazacağam. Belə demişdi ölümündən az əvvəl yaxınlarına. Doğrudan da dediyi oldu. Onun yas mərasiminə minlərlə insan axışdı. Məhəbbət Kazımov son mənzilə ən məşhur əsəri olan Laçının mahnısının sədaları altında yola salındı. Son vəsiyyəti isə belə idi. Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın. Məni doğulduğum torpaqda dəfn edin. Bəs Laçın sevgisini ömrünün son nəfəsinə qədər qəlbində daşıyan Məhəbbət Kazımov kim idi? Niyə Laçının mahnısı səslənəndə kövrəlirdi? Nə üçün bir dəfə həmin mahnıya rəqs edildiyini görüb toyu yarımçıq tərk etmişdi? Çıkmayan Laçın yuxu. Har bülbül, har bülbül qara qoxu. Görüş yeri var mı, yok mu yaman durub qəsdən yar bəsdən yar bəsdən yar bana. Mühibbət Allahverdi oğlu Kazımov 53-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə 8 bacı və 4 qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım imiş. İlk təhsilini Şamkənd kənd orta məktəbində alır. Musiqi təhsili alması üçün qohum-əqrəbənin təkidi ilə 74-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olur. İlk muğam dərslərini Nərman Əliyevdən alandan sonra isə Ağaxan Abdullayevin sinfində oxuyur. 76-cı ildən peşəkar səhnədə çıxış eləyir. Dan Ulduzu ansamblının solisti olur. Azərbaycanın bir çox konsert salonlarında solo konsertlər verir. Türkiyə, Rusiya, İran, Çexoslovakiya və başqa ölkələrdə qastrol səfərlərində olur. Əslində sənətkarın adı Mühibbət idi, lakin bir gün diktor Roza Tağıyeva efirdə həyəcanlandığı üçün onun adını səhvən Məhəbbət kimi səsləndirir. Həmin gündən sonra o bütün ölkədə Məhəbbət Kazımov adı ilə tanınmağa başlayır. Bakı şəhərində yaşamağa başlayan müğənni 90-cı ildə ailə həyatı qurur. 3 övlad atası olur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında tanınmış mahnılar və muğamlar ifa edir. Eyni zamanda bir çox mahnılara bəstələr yazır. Onun ən sevilən əsərlərindən biri də sözsüz ki, musiqisi özünə məxsus olan Laçının mahnısı idi. Laçınım, Laçınım, Laçınım benim. Laçınım, Laçınım, vətənim benim. Şair Zahir Abbas Məhəbbət Kazımovun ifa etdiyi Laçının mahnısının yaranma tarixini belə xatırlayır. Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeiri var, Laçınım. Onu bir zümzümə eləyim, görün necə alınır. Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev də ağladı. Elə də yaxşı şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi. Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq elədi. Sonra Laçınımı Səbuhi studiyasında yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat eləyirdi. İşğal olunan rayonlar çox idi. Onların heç birinin adına mahnı bəstələnməmişdi. Bir tərəfdənsə mahnının musiqisində oynaqlıq var idi. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxardaq? Azərbaycan cəmiyyəti bunu necə qəbul edəcək? Biz düşünürdük ki, Laçınım ağlamalı bir mahnı olacaq. Mart ayında əskərlər qarşısında konsert verdi. Məhəbbət Kazımov həmin mahnını əskərlərin qarşısında oxudu. ASTV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllim bir ayın içində minlərlə kaseti satıldı. Günlərin birində isə Osman Aliyev adlı bir nəfər Məhəbbət Kazımovdan görüşür və mahnının sözlərinin əsl müəllifinin özü olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət Kazımov buna inanır və sonrakı kaset buraxılışlarında söz müəllifi kimi Osman Aliyevin adını qeyd etdirir. Bu mahnı xüsusilə Laçınlılar arasında Məhəbbət Kazımova misilsiz sevgi qazandırır. Bu gün də Laçın cəmaatı onu böyük məhəbbətlə xatırlayır. Ailə üzvlərinin və dostlarının sözlərinə görə Məhəbbət Kazımov Laçının mahnısını oxuyanda tez-tez kövrələrdi. Hətta çox vaxt mahnını ifa etdikdən sonra təzyiqi yüksələrdi. Bir dəfə toy məclislərinin birində qonaqlar bu mahnıya rəqs etməyə başlayır. Məhəbbət Kazımov isə mikrofonu masanın üstünə qoyaraq məclisi tərk edir. Sonralar səbəbini soruşanda cəmi bir cümlə deyir. Bu mahnıya oynayıb əl çalmayan. Əllim bulut deyil ki,
dünya. Şadlan səni indi dünya. Məhəbbət Kazımovun müğənni Könül Kərimova ilə oxuduğu duetlər onlara böyük populyarlıq qazandırır. Könül Kərimovanın sənətə gəlməsində də Məhəbbət Kazımovun böyük rolu olur. O, Könülün səsini ilk dəfə Ağcabədidə toy məclisində eşidir və birlikdə çalışmağı təklif eləyir. Uzun illər duet ortağı olsalar da, sonradan Könül Kərimova solo fəaliyyətə başlayır və münasibətlərində soyuqluq yaranır. Cabbar Musayevlə duetlərdən sonra mətbuatda onların düşmən olması barədə xəbərlər yayılsa da, Məhəbbət Kazımov bunu təkzib eləyərək yalnız incidiyini bildirib. Kazımov yazıcı Seyran Səxavətin İlk Məhəbbətim şeirinə də musiqi bəstələyib. Seyran müəllim müsahibələrinin birində xatırlayır. Məhəbbət Kazımovla həmişə görüşərdik, yeyib-içib dərdləşərdik. Qarabağdan, Laçından, Füzulidən və Ağdamdan söhbətlər eləyərdik. Bir gün Məhəbbət zəng vurub dedi ki, qardaş, filan yerə gəl, orada görüşək. Mən də dediyi yerə getdim və gördüm ki, burada o qədər adam var, iynə atsan yerə düşməz. Dedim, doğum günündür. Məhəbbət dedi, xeyr, biraz gözlə görəcəksən. Gördük, İlk Məhəbbətim şeirimə mahnı yazıb və klipin də təqdimatıdır. Bugün müğənnilərin böyük əksəriyyəti o mahnını oxuyur. Bununla yanaşı, o, mühafizəkar, doğulduğu bölgənin adət-ənənələrinə sadiq yaşayan sənətkar idi. Ailəsini həmişə mediadan uzaq saxlayır, şəxsi həyatı barədə danışmağı sevmirdi. Bu barədə verilən suallara isə qısa cavab verirdi. Şəxsi həyatım yalnız mənə aiddir deyirdi. Sağlığında bir dəfə telekanallardan birində yalan xəbər yayılır ki, Məhəbbət Kazımovun ömrünə cəmi 3 ay qalıb. Bu xəbəri eşidən jurnalistlərdən biri ona zəng eləyir və səsini eşidən kimi təəccüblə soruşur. Məhəbbət müəllim, siz ölməmisiniz? Müğənni isə təbəssümlə cavab verir. Siz mənim ölməyimi istəyirsiniz? Vladivostoka konsert verməyə gedəndə isə orada yaşayan azərbaycanlılar onu 70-80 avtomobildən ibarət böyük karvanla qarşılayırlar. Bu qarşılanma sənətkarın xaricdə yaşayan soydaşlarımızın arasında qazandığı böyük hörmətin göstəricilərindən biri idi. Məşhurluğunun ən yüksək dövründə Məhəbbət Kazımov şəkər və təzyiq xəstəliyindən əziyyət çəkməyə başlayır. Uzun müddət müalicə alır, hətta İrana gedir. Ölümündən 4 il əvvəl həkimlər ona oxumağı qadağan edirlər. Çünki o, mahnıları o qədər ürəkdən ifa edirdi ki, daxili orqanları buna tab gətirmirdi. Həyat yoldaşı isə bu barədə belə deyirdi. Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox. İrandan qayıtdıqdan sonra həkimlər ona qripdən qorunmağı tapşırırlar. O 3 gün evdən çıxmasa da sonda qripə yoluxur və vəziyyəti ağırlaşır. Öldüyü gün səhhəti normal idi, lakin gecə halı qəfil pisləşir. Evi ilə təcili yardım stansiyasının arası cəmi 2 dəqiqəlik məsafədə olsa da, həkimlər çatana qədər Məhəbbət Kazımov dünyasını dəyişir. O, Xırdalan qəbirstanlığında dəfn edilir. Ölümü həm ailəsi, həm də sənət cəmiyyəti üçün gözlənilməz olur. Ölməzdən əvvəl dediyi "mən ölümümlə tarix yazacağam" sözləri həqiqətə çevrilir. Onun yasına minlərlə insan gəlir. Məhəbbət Kazımov Laçının mahnısının sədaları altında son mənzilə yola salınır. Ailəsinə və yaxınlara etdiyi son vəsiyyət isə belə olur. Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın. Məni doğulduğum torpaqda dəfn edin.
Allah Allah ənalədir. Dağ oyandı şəlalədir. Bu qəm mənə həva. Altta ürək üstə nigar, bəstə nigar, bəstə nigar. Çin çıxmayan başın yuxu. Har bülbül, har bülbül qara qoz. Görüş yeri var mı yok mu yaman durub qəstə nigar, bəstə nigar, bəstə nigar bana. Kim çıkmayan laçın yuxu. Har bülbül qara qox. Görüş yeri